İnsult insanın həyatını bir anda dəyişir və dünənləri hərəkət edə bilən insan bugün artıq danışmaqda çətinlik çəkir, hərəkət etməkdə çətinlik çəkir, bəzən görmə problemləri yaranır və burada önəmli olan həmin insanı yenidən həyata bağlamaqdır. İnsultdan sonra reabilitasiya dövrü çox böyük önəm daşıyır və bu reabilitasiya RPMS terapiyanı da qoşsanız, o zaman daha sürətli gedəcək bərpa olma prosesi. RPMS bizə nə verir? Yəni təkrarlanan periferik maqnit stimulyasiya olunduğu zaman sinir və beyin arasında körpü gücləndirilir və bu da hərəkətlərimizin daha sürətli bərpa olmasına kömək edir. Eyni zamanda da spastikanı, yəni tonusu azaldır və ağrımız varsa ağrını da azaldır. Tədqiqatlar da onu göstərir ki, RPMS və TMS terapiya tətbiq olunan insult keçirmiş insanlar daha sürətli bərpa olurlar. Əgər yaxınınızda, ətrafınızda belə insanlar varsa, bu videonu ona göndərin. Qoy o da yenidən həyat keyfiyyətini geri qazansın.